Salam hər kəsə dostlar. Bugündən etibarən bizim Media Basketbol gündəliklərimizi izləyə bilərsiniz. Gördüyünüz kimi proyekt qurmuşuq. Media Basketbol Azərbaycanda ilk dəfə olmasa da, amma basketbol üzrə ilk dəfədir. Və bu qədər tanınmış simalar bir arada turnir keçirmək istəyirik. Sağ olsunlar federasiyaya, mənə dəstək oldu, kömək oldular və birlikdə bu cür proyekti başladıq. O bizim premium rezidentimiz. Şükran, necəsiniz? Əla. Deməli, mən sizə hal-hazırda sual verəcəm. Siz fikirləşmədən mənə cavab verməlisiniz. Hazırsınızmı? Olar. Sizcə top sizi dinləyir, yoxsa siz topu? Top məni dinləyir. Necə dinləyə bilərsiniz topu? Çünki artıq yaşadıqlarımdan sonra top məndədir. Bu basketbol medianı işlərində hər kəsə uğurlar arzu edirəm. Bizim dostlarımız buradadır. Ruslan Aslanov məni ən birinci dəvəti oldu ki, gəl burada oyna. Media işçiləri, ulduzlar, idmançılar, aparıcılar, hər sahədən buraya insanlar yığışıb. Həqiqətən də çox maraqlıdır və inanın mənə çöldə kütlənin də izlədiyi bir yarışmadır, bir basketboldur, bu bir mediadır. İkinci sual. Aha. Oyunda daha çox ürəklə, yoxsa başla oynayırsınız? Mən ürəklə oynayıram. Mən bütün hər bir şey yanaşmam ürəkləndə. Doğru. Niyə şahmatdakı at ata oxşuyur, amma fil-filə oxşamır? Yaxşı fikirləşin. At ata oxşayır, fil-filə oxşamır. Aha. Yəqin belə, nə bilim, belə icad ediblər də, onun gələ oxşatmaq. Belki yeri çox tutur doğrudan. Doğrudan. Fil. At yox. Dəvədən böyük fil var, fildən də böyük. Dəvə yox idi axı, orada at dəvə var. yox idi, at var idi. Teşekkürler. Sağ ol. Всем привет, меня зовут Гусейн Гасанов, мне 31 год и я не умею играть в баскетбол. Я приехал посмотреть, как это делают ребята. Я здесь впервые и хочу пожелать удачи вот этим ребятам, которые сзади тренируются. Если честно, это может выглядеть легко, но на самом деле это сложный вид спорта. Желаю удачи Руслану, который взялся за этот проект. Знаете, я когда сюда зашел, мне напомнило это Медиабаскет в Москве. Я бы хотел, чтобы Руслан и Медиабаскет вышли на этот же уровень, и у них обязательно это получится. Я желаю вам успехов, только вперед! Все, теперь я здесь, прямо рядом с этим, с штрих-кодом. Salam, necəsiz? Siz idmançıya, əsl idmançıya oxşuyursunuz. İdmançısınızmı? Bəli, boksla məşğulam. Boksla məşğulsunuz. Mən də boksla məşğulam, amma bundan bağlı sonra. Deməli, sual verəcəm sizə. Fikirləşmədən zəhmət olmasa cavab verərsiniz. Sizcə, siz topu idarə edirsiniz, yoxsa top sizi idarə edir? Mən top idarə edirəm. Siz niyə? Çünki top balacadır, mən böyük. Elementardır. Oyunda daha çox ürəklə, yoxsa başla oynayırsınız? Əlbəttə ki, ağılla oynamaq lazımdır. Orada ikisindən biri yəni seçməlisiniz. Ya ürək. Seçdim də ağılla. Ağıl demədim axı. Baş yoxsa ürək. Ürəklə təbii ki. Yəni səhv gəlirəm. Üstüm başım səliqəlidir qardaşım, səliqəsi deyil. Adım Seyid Ağa, soyadım Nağıyev, 26 yaşım var. Özüm uzun müddətdir ki, boksla məşğulam. Və bununla bərabər boks məşqçiliyi eləyirəm. 60-a yaxın tələbəm var. Həm dərs deyirəm, həm özüm də məşq edirəm belə. Səbətə baxıb heç üzr istəmisiniz? Yox. Niyə? Niyə üzr istəməliyəm? Səbət. Səbət məndən üzr istəsin, yox. Yox. Səbətə niyə üzr? olsun, Heyfslənmişəm.
Düşməyəndə İstənmişik. heyfslənmişəm. Hə, tamam. Elə bir, Belə bir şey yəni oldu. cavab olmayıb, olar. Səbətə baxıb heyfslənmişəm. Deməli, sizcə top sizi idarə eləyir, yoxsa siz topu? Mən topu. Siz topu idarə eləyirsiniz. Bəli. Necə siz topu idarə eləyirsiniz? Çünki mən topu belə saxlaya bilirəm. Buna bax. Top məni belə saxlaya bilməz. Yadda Olar saxla. mən də eləyim. Belə. Göstər. Mənim oğlum. Mən Zeynal Varif, Azart Qrup şirkətinin rəhbəriyəm, 38 yaşım var. Uşaqlıqdan basketbolla məşğul olmuşuq, həmişə idmana həvəsimiz olub və media basketdə iştirak eləyimizə çox şadam. Niyə? Karvanzirə oyunu, Barcelona Real Madrid oyunu bir idman növünə aiddir. Valla səhv düşüblər yəqin nətər. Xəbərim yoxdur, onlar bir-birinə uyğun deyil. İki ən vacib gün var. Biri doğulduğun günü və Məşq günü. Məşq etməli. sağ ol da. Söhbət belə eləyək. Sağ ol İbrahim. Belə eləyək. Birinci challenge'ımız başlayır. Hamı eyni anda topu səbətə atır. İlk 4 nəfər topu səbətə salan növbəti raunda keçir. 3 2 1 Hoppa. Əvvəl futbolla məşğul olmuşam. Hal-hazırda video bloqinqlə məşğulam. Messi. Tontonla bir yerdə bildiyiniz kimi Tonton. Mənim videolarımda balaca olan Gök. Mənim qardaşımdır. Tontonla bir yerdə videolar çəkirik. Və inşallah gələcəkdə arzum odur ki, 30 milyon takibim olsun. 3 2 1 Hoppa. Yaşar. Hadi taş. 3 2 1 Krasavчик, потом проходит дальше. Salam. Necəsiz? Salam. Necə gedir oyun? Hələ oyun başlamamışıq, amma məşqimiz yaxşı gedir. Çünki məşqçi gözəldir. Amma tərəfə eşitmədi. Səncə top səni dinləyir, yoxsa sən topu? Yaxşı fikirləş. Məncə də ha. Ən zəif rəqibim yəqin mən özüməm. You can tell by the way I use my walk. I'm a woman's man. I'm a woman's man. I'm a woman's man. No time to talk. Məndə burada rəqib yoxdur. Ona görə ki, yox onlar məndən güclüdürlər və yaxud mən onlardan güclüyəm. Bu oyundur, bu media basketi. Biz insanlara nə ki idman, biz pozitiv planlar, maraqlı bir oyun göstəririk. Səncə top səni dinləyir, yoxsa sən topu? Top məni dilləyir əlbəttə. Mən nə deyirəm, top məni dilləyir, qulaq asır və mən dediyimi edir. Necəsiniz? Salam. Çox əlayam. Buradakı aura məndən aldı, nə yalan. Məncə siz gələndə bu auranı siz gətirirsiniz. Yox, mənim öz auram. O açıq məsələ razılaşır. Ümumi olaraq uşaqların aurası, bu arenanın aurası bir başqa. Salam millət, hər vaxtınız xeyir. Mən Fərid Qaya buradadır. King James LeBron. Go! Amerikada olsam hə. Amma Azərbaycanda olsam yox. Qaya. Ay ho. Oyundan sonra ayaqlarınız yoxsa ağız yorulur? Hara? Ayaq ya ağız? Ayaq da yox. Ayaq yoxsa ağız? Ayaq da yox. Niyə ağız? Oyundan sonra ayaq yolunu qaçırsan o yana bir yana. Baxın, hansı oyundur da yəni. Oh my.
Basketboldan söhbət gedirsə ayaqlar yorulur. Başqa əgər oyundan söhbət gedirsə, bilmirəm indi orada təminat ola bilər. Oyuna da azca qışqırıb eləyirsə, onun ağız da yorula bilər. Tamam. Heç topda ayaq yorulur da yəni. Oldu. İki ən vacib gün var. Biri doğulduğunuz günü Bir də və göydə çıxan gün. özü dedi baba, özü dedi. Bir də. Göydə çıxan gün demişdim. Gəl göyə baxaq. Bura bax, bura göydür, bura işıqlar. Niyə şahmatdakı at ata oxşayır, amma fil filə oxşamır? Sizcə? Maraqlı sualdır əslində. Cavab gözləyirəm mən elə bil. Nə bilim, mən şirə oxşamıram. Yox, şir həmişə şirdir, onu bilirik. Amma yenə də təkrarlayıram. Niyə şahmatdakı, baxırsınızsa, niyə şahmatdakı at ata oxşayır, amma fil filə oxşamır? Çünki at oppanır, fil oppana bilmir. Я не знаю, что говорить. Ладно, меня зовут Эльмар Мехцизаде. Мне 33 года. Я блогер, снимаю поучительные ролики, чтобы ролики приносили что-то в этот мир, какой-то позитивный урок, чтобы каждый человек что-то с этого mог взять. Tanımadın məni? Yox. Elmar, sinif yoldaşım. Uşaqlıqda dostluq edirdik. Если честно, меня Руслан позвал. Поэтому я сюда пришел. Мне было лет 10, я играл в баскетбол, но мне не очень хорошо получалось. Я люблю, на самом деле, больше теннис. Если честно, это лучше не надо говорить. Он меня убьет. İkinci challenge'ımız başlayır. Hamı basketbol topu ilə başlayır. Hər uğurlu atışdan sonra top dəyişilir və çətinləşir. İlk 2 nəfər axırıncı balaca toplara çatan növbəti raunda keçir. Flex up, stretch out, big bands, whoa, whoa. 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 Flex up, stretch out. Кашай! Антон проходит дальше. Поздравляю. Все. Sizcə top sizi dinləyir, yoxsa siz topu? Və sual verəndə biraz gülürəm. Çünki gülməli sualdır, hə? Mən topu Siz, dinləyirəm, yoxsa top məni dinləyir? Çox fikirləşdirəm. Baxın hansı haldasan da. Necə yəni? Topla danışırsansa. Oyundasan, yəni oyun oynayırsan. Arada olur ki, mən topu tutanda, ştrafma atanda deyirəm ki, nə olar? Sonra düşməlisən, xahiş edirəm, düş də ora. O deməkdir ki, top sizi dinləyir, düzdürmü? O deməkdir ki, hə. Hə? Tamamilə düzdür. Qaçmayın. Necəsiz? Sağ ol, yaxşıyam. Siz necəsiz? Gəlin bura salam bir də deyək. Salam. Battle'ınız battle değil, rapiniz stand-up'tı. Bir true, qalanı isə ikili standartdır. Sizə elə gəlir ki, saç düzümü oyundan sonra daha yaxşıdır sizin? Məndə qısadı saçlayanda heç bir dəyişikliklər olmur. Yox. Носил с собою ствол, носил патрон в стволе. Salam. Aleyküm salam. Necəsiniz? Mən əla. Siz necəsiz? Bu qədər kişinin içində özünüzü necə hiss edirsiniz? Çox gözəl, mən hiss edirəm. Səbətə baxıb, heç üzr istəmisiniz? Valla baxır səbətə. Belə səbət var ki, oradan üzr istəmək lazımdır. Həyatımda bir xanımı xatırladım. Əslində Metchnikovar arası basketbol komandası var idi və o basketbol komandasının 97-ci ildə treneri, yəni məşqçisi mən olmuşam. Orada bir qızdan xoşum gəldi. Hətta bir sevgi hekayəm var idi o vaxtı. Nə üçünsə basketbol o xanımı mənə xatırladır. Və bu dəfə də yenidən illər sonra məni bura dəvət edilər. Dedilər ki, sən basketbol oynamalısan.
mütləq oynamalısan dedim eşi. Bu mənim işimdir. Əslində mən bura şou göstərməyə gəlmişəm. Kamlar canlar, bugün bizim ilk buraxılışımızdır. Üçüncü challenge'ımız başlayır. Bu butulkanı dik qoyan qaçır səbətə topu atmağa. Onlar mənim yerimə sata bilərsiniz. Biz Tontonu təbrik edirik. Tonton finala çıxıb və qalib oldu. Tonton. Ben. Dostlar, Instagram və YouTube kanalımıza abunə olmağı unutmayın. Like qoyun və komment yazın. Ən kreativ kommenti xüsusi məndən olaraq hədiyyə qazanacaq. İzlədiyiniz üçün təşəkkürlər.